İkinci hissə: Döyüşən xoruz. Məni kəfənə bük, sonra meydana get. Muxtar Nariyənin eşqinə yetərincə qarşılıq verib. Get, ayaqlarıma dolaşma. Nə oldu Nariyə? Sən ki bizi pusurdun kələkbaz. Eşitdin ki, eşqimə qarşılıq verib. Ah, ölənlərinə lənət Nariyə. Kaş görba gör atan Peyğəmbərin qəzəbinə gəlməyəydi. Ölülərlə işin olmasın Nariyə. Ölülərlə işim yoxdur cariyə. Ürəyim parçalanır. Baxışlarımla Muxtarın dilini lal eləyə bilməsəydim, mənə Səmərətimin Gündəbin qızı deməzdilər. Yenə də bacararsan. Mümkün deyil cariyə. Əminin vəsvəsələri öz işini görüb. Qardaşın meydana getmək istəyir. Qoy getsin. Mən niyə ayaqlarına dolaşaraq özümü ucuz tuturam? Yox. Deyəsən sənin də Muxtarı döyüş paltarında görməkdən xoşun gəlir. Niyə də yox? Muxtar kəndli paltarındansa döyüş paltarında daha yaxşı görünür. O saqqalını qısaldan kimi üzü dərhal qürurla dolur. Nariyə, səndə niyə paxıllıq hissi yoxdur? Muxtarın döyüş paltarı sənin rəqibindir. Yəni evini viran qoya biləcək səsküydən qorxmursan? Doğrudan? Əgər Muxtar döyüşə gedərsə və kimisi öldürərsə, təkcə Həsənin düşmənlərinin ürəyi təlatümə düşməz. Ərəblərin qara gözlü qızlarının da ürəkləri təlatümə gələr, bundan da qəş eləyib ölərlər. Qələt eləyərlər. Onların gözlərini bir-bir oyub yerindən çıxararam. Bizim əfsanələrdə divlərə və əjdahalara qalib gələn Rüstəm adlı bir qəhrəmanımız var. Anlamadım. Sən Rüstəmə bənzəyirsən. Çox çətin döyüşlərin Fatih və qəhrəmanına. Sən mənim xəyallarımın Rüstəmisən. Kiyam. Mən Muxtaram. Özümə bənzəyirəm. Hətta sənin Rüstəmin də gəlsə zənnimcə bu qətiyyətsiz və inamsız insanlarla bacara bilməyəcək. Vəziyyət təsəvvür elədiyimdən də çətinmiş. Qızıl arzusunda olan şəxs özü ilə kin-küdurət xəncəri gəzdirir. Muaviyyə Quran yerinə nizənin başına qızıl yüklü qızını taxmışdır. Yalnız Allah Teala İmam Həsəni bu hilədən qoruya bilər.
Məhkəmə hakimlərinin hökmü ilə Cənab-ı Ölüm adlanan Muxtar xətəkarları, yağıları və ara qızışdıranları zərərsizləşdirmək üçün qılınca qurşanıb. Ərəblə Əcəm arasında olan davadalaş hiləgər düşmənin qurmalarıdır. Məkkə qalxanı, Hind qılıncı, Davud zirehi, Şam qoşunu sizin eşitdiyinizdən də əzəmətlidir. Əcəb döyüşçülər idi. Mən heç indiyə qədər belə hündür və güclü insanlar görməmişdim. İlahi qüdrətli, boyun kəl boynu. Budları yabı budu. Qollar ula qolu kimi yoğun. Gözlər elə bil div gözü idi. Div gözü. Gördüm ki, bu əcinnələr mənə yaxınlaşırlar. Başladım kəlmə-i şəhadətimi oxumağa. Ağlaya-ağlaya yalvaranda İraqlı olduğumu bildilər. Mənim gördüyümü siz görməyəsiz. Məni parçaya büküb aslar uca bir ağacdan, sonra da vur ki vurasan. Hardan bildilər ki, İraqlısan? Necə hardan? Ləhcəmdən. Bizim əyn və qayn hərflərimiz Şamlıların əyn və qaynindən fərqlənir. Aman, kuzələrindən nə deyim? Kuzə nə kuzə, qara bəla. İlahi, müsəlman duymasın, kafir görməsin. Xanımlardan hamilə olan yoxdur ki. Deyəsən Şam qoşununun qorxusu ağlını başından alıb. Kuzənin hamilə qadına nə dəxli var? Dəxli odur ki, müsəlman bir tiflin qatil olmaq istəmirəm. Əgər mən Şamlıların kuzələrində nə gördüyümü söyləsəm, hamilə qadın qorxudan uşaq salar ay müsəlman. Bu danışdıqlarınla canımıza vəlvələ saldın. Yaxşıdır görək kuzələrdə nə görmüsən, de! Əqrəb! Ərbaz əqrəbləri! Onların ərbaz əqrəbləri ilə dolu olan min dəvə yükü böyük kuzələri var. Həmin kuzələri mancanağa qoyub mədain evlərinə atmaq istəyirlər. Qorxma qızım, qorxma. Sizə demişdim axı. İlahi tövbə eləyirəm. Mənim vəzifəm müsəlmanlara onları gözləyən təhlükə haqqında xəbər verməkdir. İlahi tövbə eləyirəm. Dediyim bu sözlərin hamısı cəfəngiyatdır. Camaat bizi qorxutmağa çalışırlar. İlahi, bizi Şamlı Dəccalın şərindən qoru. Amin. O qədər əqrəbi kuzələrə necə doldura biliblər? O qədər əqrəbi kuzələrə doldurmaq böyük hünər tələb eləyir. Şübhəsiz ki, Şam muzdurlarındandır. Gedin həbs eləyin onu. Baş üstəmir. Düşün. Əqrəbi öldürmədən necə tuta bilərlər? Çox rahat. Lap su içmək kimi. Fəndlərini öz gözlərimlə görmüşəm. Bunun üçün Şam əskərləri əvvəlcə bir çəyirtkəni tutub çubuğun başına bağlayırlar. Sonra əqrəbin yuvasına yaxınlaşdırırlar. Əqrəb də çəyirtkəni görüb yuvadan çıxan kimi tutub kuzəyə salırlar. De görüm bu ərbaz əqrəblərini ovlayan Şamın yekəpər döyüşçüləri təsadüfən mənə oxşamırdılar. Əlbəttə, zəhm və əzəmətdə onlardan heç geri qalmırsan. Amma boy-buxunda onların heç 1/3 qədər də deyilsən. Səhv eləmirəmsə sizi hardasa görmüşəm, düzdür? Qeyrətsiz. Bu cəfəng sözlərinlə insanların canına qorxu salmaqdan xəcalət çəkmirsən? Hə? De görüm el-obanı neçə sikkiyə satmısan, xain! Görürsüz, əlimin duzu yoxdur. İndi gəl cəmaata yaxşılıq elə. Yox, sənin əllərin duzsuz deyil. Əyridilər. Mən onları sındıraram. Tez olun, tutun onu! Ay cəmaat! Onların yalanlarına inanmayın. Sizi qırğına vermək istəyirlər. Onlar sizi qapazaltı eləmək istəyirlər. Qoymayın məni tutsunlar. Məndən işiniz olmasın. Satqın mənəm, yoxsa əməlləri düz olmayan sizlər? Niyə döyüşün nəticələrini gizlədirsiniz? Hə? Açın cəmaata deyin. İraq ordusunun təslim olması, ya Həsən İbn Əlinin yaralanması xəbərlərinin hansı yalandır? Həmin ərbaz əqrəblərindən bir neçəsini canına salandan sonra hansı tapşırıqla gəldiyini deyərsən. Aparın onu. Ay cəmaat! Ay cəmaat! Saysız hesabsız qoşundan cəmi 5-10 şikəst və xəstə əskər qalıb. Onlar da sabahda
öz ölümlərini gözləyirlər. Cəmaat! Şamlıların yeni fırıldağı barədə öz muzdurlarının dilindən eşitdiniz. İndi isə bugündən Mədainə rəhbərlik eləyəcək. Əmir Muxtar Səqəfini də dinləyin. Mən elə təsəvvür eləyirdim ki, Muaviyyə İraq döyüşçülərinin dinini və ürəyini əl almaq üçün dəvələri qızıl küzələri ilə yüklətdirəcək. Amma bu ərbaz əqrəbləri Siffeyn döyüşündə Qur'an adı ilə nizələrə vurulan vərəq parçaları hiləsinin davamıdır. Həqiqət budur ki, İraqlı ərəb həmişə döyüş meydanında Şamlı üçün baş ağrısı olmuş və olmaqda davam eləyir. Əgər Şamlılar əsl döyüşçü olsaydılar, ərbaz əqrəbləri ilə dolu olan küzələrlə gəzməzdilər. Onlar bütün ümidlərini sizin nadanlığınıza bağlayıblar. Necə ki, bir müddət əvvəl İraq qoşununun zərpərəstləri, dünya hərisləri döyüş meydanına daxil olmazdan öncə Muaviyyənin qızıllarına məğlub oldular. Cəmaat! İmam Həsən yaralanmışdır! Amma döyüş meydanında və Şam qoşunu tərəfindən yox. Onu gecənin qaranlığında azğın xəvaricin cəfa xəncəri yaralamışdır. Bugün Peyğəmbər övladı sizin şəhəriniz olan Mədainə gəlmişdir. Şükür Allaha ki, yarası sağalmaq üzrədir. İnşallah tezliklə ayağa qalxacaq və üsyankar Muaviyyə İbn Əbi Sufyanın cəfəng sözlərinə layiqli cavab verəcək. Amma mən Muxtar Səqəfi bugündən etibarən şəhərdə hər bir xəyanət və şübhəni beşiyindəcə boğmağa hüzurunuzda and içirəm. Bu şəhəri, Mədaini, sizin şəhərinizi Allahın köməyi ilə namərd Şam muzdurlarından təmizləyəcəyəm. Yaşasın Muxtar! 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 Dünən sizə sifariş vermişdim, hazırdır. Əlbəttə hazır. Müqəddəs Quran buyurur. Deyizən bin qütülət. Ey Mədain əhli! Hansı günahınıza görə sizi bühudə döyüşə aparırlar? Bugün sizin şəhərin qonağı qanınızın tökülməsinə, əmlakınızın qarət olunmasına və namusunuzun ayaqlar altına atılmasına biganə qalan şəxsdir. Çox keçməz ki, Şamlılar mancanaqlarla məhvedici Yunan ateşini başınıza yağdırıb sevinizdə diri-diri yandıracaqlar. Həsən ibn Əli döyüşü uduzduğu və Muaviyyənin onun başına pul ayırdığını bildiyi halda niyə sizin şəhərinizə gəlib? Mən bugün Cərrah ibn Sənanın Əza məclisinə yığışan mücahidlər ordusunun adından danışıram. O ilahi hökmü yerinə yetirərək, Əbu Turabın oğlunu yaralayaraq şəhadətə yetişdi. Hökm yalnız Allah'ındır! 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 Qardaşlar, şəriətin harasında yazılıb ki, İranda və Romada olduğu kimi hakimiyyət atadan oğula keçsin. Muaviyyə quşbaz və meymunbaz oğlu üçün şərait hazırlayır. Əli evladları isə Peyğəmbərlə qohumluqlarından sui-istifadə edirlər. Səsin çox yüksəkdən gəlir Əzrəq.
Rəqibsiz meydanda meydan sulamaq heç də qəhrəmanlıq deyil. Ərəbin alnında ləkə olan siz xavaricə lənət olsun. Sizin də Muaviyyəni kafir hesab elədiyiniz halda, necə olur ki, Siffeyn də onun müsəlman olmasına şəhadət verərək nizələrə vurduğu Quran vərəqləri qarşısında baş əydiz? Eşidirsiniz, qardaşlar? Bizi dindən çıxmaqda ittiham eləyirlər. Halbuki Həzrəti Əhmədin şəriətinin ən vəfalı insanları bizlərik. Bizim sözümüz birdir. Nə Muaviyyə, nə Əli, nə də evladları. Bunlar hakimiyyətdə olduğu müddətdə qardaş qanı axacaq. Müsəlmanların cəsədləri yerdə qalacaq. Ümmətin içindəki fitnə davam eləyəcək. And olsun Allaha. Əməvi, Ələvi fitnəsi olduğu zaman ən böyük fəzilət cihada qalxmaqdır. Hökm yalnız Allahındır. 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 Əbu İshak gəldi! Əbu İshak! Budur, bizim başçımız gəldi. Hünəriniz varsa, Muxtarın önündə meydan sulayın. Tamaşa bundan sonra başlayacaq. Yəni Muxtar həkim biçin işlərindən əl çəkir? Eşitdiyimə görə İraq qoşununun rəhbəri seçilib. Carçılar deyirdilər ki, o Mədainin rəhbəridir. Bəs əvvəl kim olub? Yox ay cəmaat, Muxtar əmir deyildi. Mədainin əmiri Muxtarın əmisi idi. Maraqlıdır, yarasalar günün günorta çağı meydana çıxıblar. Mən bildiyimə görə yarasa gün işığından gizlənir və gecənin qaranlığında ova çıxır. Sən ki bir tərəf qalıb qardaş qırğınına arxa çevirmişdin Əbu İshak. Belə çıxır ki, onlar səni də aldadıblar. Sən niyə dinini dünyaya satdın, Muxtar? İraq padşahlığı qan eləyir. Bu döyüşdə qardaş qırğınında niyə bir tərəf qaldığımı bilmək istəyirsən? Səbəbi sizin kimi heyvanlara aşkara qılınc bağlayıb, meydan sulayaraq insanlar arasında fitnəkar fikirlərinizi yaymağa fürsət verən ədalətə qarşı qızğın olmağındır. Mənim fikrimcə, qılınc bağlayıb bağlamamasından asılı olmayaraq, xəvaric kafiri öldürülməsi vacib olan kafirlərdir və qanları halaldır. Bu dəfə, yalnız bu dəfə, Qur'anın onlar qəzəblərini boğur və insanları bağışlayır hökmünü rəhbər tutaraq sizi bağışlayıram. Rədd olun buradan, gözümə görünməyin. Əgər bir dəfə də qarşıma çıxsaz, ananız matəminizi oturacaq. Get bu xəbəri xəbis dostlarına da çatdır. Ey İraqın gələcək padşahı! Qılıncın da dilin kimi meydan sulaya bilir ya yox? Mən indiyə qədər öz qılıncımla it öldürməmişəm. Kiyan! Şeytan ordusuna nəfəs dərməyə imkan verməyin. Bunları buraxsaq, cəmaata zülm etmiş olarıq. Hamısını saray zindanına aparın. Oldu əmir. İndi isə siz qulaqlarınızı yaxşı açın. Bundan sonra hər kim qılınc çəkib, ya çomaq götürüb şəhərdə çaxnaşma törədərsə, öz qarşısında məni görəcək. Ərəb ya İranlı, Əməvi və Ələvi olmasından asılı olmayaraq, o cinayətkardır. Bundan sonra Mədain şəhərinin təhlükəsizliyini qorumaq Muxtara tapşırılmışdır. Dağılışın! Bıraxın
Rəngin niyə qaçıb gülüm? Nədən qorxmusan? Muxtar meydana girib. Eşitmədin? Niyə ki? Onlar mədayını qarışdırmaq istədi, Muxtar da qoymadı. Hamı qorxuya düşüb. Heç kim qarşısına çıxmağa cürət eləməyəcək. Onu evində saxlaya bilmədiniz? Olmadı Hənnanə. Tələyə düşmədi. Nariyənin eşqi də onu yolundan döndərə bilmədi. Ona heç bir söz təsir eləmir, heç bir söz. Sən niyə özünü üzürsən ömrüm? Muxtar meydanda Ömərin əllərini bağlayıb, başını sədəqəsi olsun. Ömər İraq padşahı olmaq istəyirsə, onda Muxtar maneəsini aşmalıdır. Yəni o bunu bacaracaq? Əgər sən yardım eləsən, bəli. Yenə yuxusunda nə görüb? Xeyirdi gülüm. Ömər və Muxtar uşaq yaşlarından bir-birinə rəqib idilər. Axırda bir-biri ilə dil taparlar. Bura gəl. Ömərin sənin üçün nə hazırladığını bilsən ağlın başından çıxar. Bu boyaqçı ateşpərəsti öldürün, irəli! Öldürün onları! Gebər, canın çıxsın ateşpərəst. Bundan sonra sənə nemət verənə qarşı ağız əyib bilməyəcəksən. De görüm, Əməvilər haqlıdır, ya Ələvilər? Hə? Muaviyə ya Əli? Haydi! Öl! Ey ifrat şərəf! Muaviyənin axırından udduğun əşrəfləri geri qaytar! İndi mənə de görüm, qızlı olan haqlıdır, yoxsa Allahı olan? Vurdun. Aman Allah! Bu eşşək başıdır, yoxsa insan başı? Başındakı inək buynuzu nədir elə? Vursun səni şimşək! Eşşək, zərgər xələtindən də palanın daha göyçək. Vursun səni şimşək! Eşşək, peyğəmbəri xain çıxıb yiyən sənin bişək. Vursun səni şimşək! Eşşək, yetər ki sənin tək səfehi minibdi milçək. Vursun səni şimşək! Eşşək, zərgər xələtindən də palanın daha göyçək. Eşşək, burnuna camış peyninin iyi deyib, ay keçəl ateşpərəst. Elə zənn eləyirsən ki, Əli oğlunun beytülmalından sənə camış sürüsü çatacaq, ay camış. Mənim üçün məktub toplayırsan, hə? Gəl, gəl sənin olmayan beynini itlərə yem eləyim, gəl. Gəl əclaf, gəl. Babasilin çıxıb, yoxsa canına qurd düşüb? Ey xəstəlik atası, bizim əlimizlə hansı xəstəlikdən yaxa qurtarmaq istəyirsən? Sənə nə? Mən məktub toplayıram. Nahaqla mənim evimdə meydan soluyursan, ey məlun! Vurum! Dayan, ay başı boş. Şam qoşunları artıq şəhər darvazalarının arxasında çadır qurub. Muaviyə duyuq düşsə ki, Mədain Əli oğluna qahmar çıxıb, heç birimizə rəhm eləməyəcək, heç birimizə! Ey çəyirtkə yiyən, şübhəsiz ki, sən Mədainlinin halına yanmırsan. Həzrəmə ərəblərin Muaviyə muzduru olduğu hamıya məlumdur. Muaviyənin sizin məvacibinizi kəsəcəyindən qorxursan? Axmaq keçəl! Muaviyə tövlədə eşşək bağlayıb axırına əşrəfi tökəcək qədər dövlətli və səxavətlidir. Sən ki, Əli oğlunu belə müdafiə eləyirsən, bəs Əli oğlu qarşılığında sənə nə verə biləcək? Zəqqum! Əli oğlu ədaləti ilə ərəbə və əcəmə eyni gözlə baxırsa, bu mənə yetər. Biz onun məramı yolunda canımızdan keçməyə hazırıq. Allaha and olsun, Əli oğlunun ərəblə əcəmə eyni gözlə baxması onun qanını susamaq üçün bizə yetər. Amma bil, ərəblə əcəmin bir olması arzusunu özünüzlə qəbrə aparacaqsınız. Ey Muaviyənin eşşəyi, vurum!
Bu ərəblər hansı tayfadandılar? Dilinizi nə idişləyib? Mən tək-tək hamınızın dilini kəsərəm ki, ömrü boyu danışmaqdan məhrum olarsınız. Sən bizi cəzalandırmağa gəlmisənsə cəzamızı ver. Daha bizim tayfamızla nə işin var? Sənin cəzan deyil, xaltan çatışmır, fitnəkar. Gözlərindən fitnəkarlıq və şeytanlıq yağır. Cənab ölüm, bu camaat həmin Həzrəmi ərəblərindəndir. Sən əcəmin hansı qəbiləsindənsən? Deyiləm əcəmlərindənəm. Həzrəmi ərəbi ilə deyiləm əcəminin davası. Bu döyüş deməkdir. Əməvi ilə Ələvinin döyüşü. Amma niyə məhz burada? Mədayində? Özü də boyaqçılar bazarında. Şəhər daxilində dava, yəni döyüş, qanun və əmin-amanlıq əleyhinə döyüş, rəhbərliklə döyüş. Bugün bu şəhərin rəhbəri mənəm. Mənəm! Döyüşməyə oğul istəyirəm. Kiyam? Bəli, əmir. Onları bir-bir nəzərdən keçirib yoxla. Hər kim zərbə alıb və ya zərbə vurubsa, cinayətkardır. Cənab ölüm, bu mübahisənin nəyin üstündə düşdüyünü soruşmaq istəmirsiniz? Səbəbini qazi araşdırır, rəhbər yox. İndi gördün Keçəl. Özünü uğrunda həlak eləmək istədiyin ədalət bu idi? Çox sağ ol, Muxtar. Elə zənn eləyirdim ki, İraqlı ərəb cəngavəri meydana girən kimi əli şiyəsinə tərəfdar çıxacaq. Deməli, belə çıxır ki, bu xəstə və satqın Həzrəmli şeyxin qarşısında mənim lal olub baxmağımı gözləyirdin? O əli oğluna havadar çıxdığım üçün üstümə balta çəkdi. Gözləməliydim ki, boynumu vursun. Haqlı olanın məhkəmədən qorxusu olmaz. Bir də ki, fitnəkarların oyuncağına dönən və düşmən dəyirmanına su tökən şiyə zindanda qalıb çürüsə yaxşıdır. Muxtar, Əmir əl-Möminin Muaviyə ibn Əbi Süfyan, Məhəmmədin mirası üstündə gedən müharibəni udub. Sən və qoca əmin ona mani ola bilməyəcəksiniz. Sən siyasət əhlisən, Muxtar. Niyə də Əli oğlunu Ərəb İraqına hökmranlığa dəyişməyəsən? Münafiqə ölüm olsun! Münafiqə ölüm! 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 Onları hələ də zindan aparmamsınız? Dedim biraz cəmaat tamaşa eləsin. O nə deməkdir? Fikirləşdim ki, azadlıqda olan qiyamçılar üçün ibrət dərsi olsun. İnsanların qüruru ilə oynayırsınız? Aparın onları buradan. Baş üstə əmir. Münafiqə ölüm! Münafiqə ölüm! Münafiqə ölüm! Münafiqə ölüm! Üzrxahlıq eləyirəm, qardaşlar. Ola bilsin ki, qardaşım oğlunun köməyi ilə bir neçə gün ərzində müşküllərinizi həll eləyə bildim. Bu, mənim qardaşım oğlu Muxtardır. Salam olsun, ey Muxtar. Aleyküməssalam. Buyurun. Salam olsun. Allahın salamı olsun, Muxtar. Əbu Ubeyd Səqəfinin oğlu Muxtar haqqında çox eşitmişik. Görüşməyimizə şadam. Təşəkkür eləyirəm. Buyurun, buyurun.
Allah bütün ölənlərə rəhmət eləsin. Qapıdan girəndə bir anlıq elə bildim ki, qardaşım Əbu Ubeyd gəlib. Bu paltarda ona nə qədər bənzədiyini bilirsən. Afərin sənə. Üzümü ağ elədin. Sənin haqqında bütün məlumatlar anında mənə çatırdı. Əcəb iş gördün, Muxtar. Eşitdiyimə görə bütün satqın və ara qızışdıranları yerində oturtmusan. Şükür ki, təhlükəsizlik və sabitlik bərpa oldu. Məmurlar bütün şəhərə nəzarət eləyirlər. Afərin sənə. Biz bu hadisədən öncə ambarda olan bütün azuqəmizi imamın istəyi ilə ona göndərmişdik. Hazırda hökumət ambarları ovucularım kimi bomboşdur. Bununla belə Mədainin varlı insanlarının köməyindən də naümid deyiləm. Siz sabata yola düşün. Mən də öz növbəmdə çalışaram ki, sabah ilk karvanla sizin üçün azuqə yola salam. Allah sizin məqam və izzətinizi ucaltsın. Əgər imamın ətrafında sizin kimi 10 nəfər olsaydı, bu müsibətə düçar olmazdı. Qardaşım, bəs ilahi təqdir necə olsun? Bəlkə də bu müsibətdə bizim bilmədiyimiz bir rəhmət gizlənmişdi. İmam Müştəbanın bugünkü durumu, babası Peyğəmbərin Ühüd döyüşündə qarşılaşdığı duruma bənzəyir. Məğlubiyyətin faydalarından biri də müsəlmanların oyanışı idi. Bəli, əlbəttə, icazənizlə getmək istəyirik. Allah amanında, özünüzdən müğayət olun. Cənab Muxtar, siz İraqın məşhur və adlı sanlı döyüşçülərindən hesab olunursunuz. Cəsur igidlərin nəslindən, Peyğəmbər övladının yanında yeriniz görünürdü. O həzrətin yanında məğrur və alnaçıq qılınc çalardıq. Allah necə istəyirsə elə də olacaq. Allah amanında. Xudahafiz. Allah amanında. Eşitdin, qardaş oğlu. Sən cəsur igidlərin nəslindənsən. Görürsən, insanlar sənin və sənin igid atan haqqında nə düşünürlər? Bu nüfuzu qorumaq isə çox çətin bir işdir. Tövsiyə eləyirəm ki, imamın sabahda olan şərgəsinə də baş çəkəsən. İraq ordusu döyüş ruhunu itirib. İnanıram ki, səni görməklə yenidən özünə gələcəklər. Siz ki, siyasət adamısınız, əmican. Siz məndən Mədainin idarə edilməsi və imamın canının qorunması işlərinə yardım istəmişdiniz. Mən də bunu səmimi qəlbdən qəbul elədim. Mən sizin rəhbərliyiniz altında imam Mədayində qaldığı müddətdə əlimdən gələn köməyi əsirgəməyəcəyəm. Amma sonu məğlubiyyət və rüsvayçılıq olan döyüşə də qatılmayacağam. Elə isə səhvlərinin əvəzinə çıxmaq istəmirsən? İstəmirsən nədir? Bacarmıram. Niyə bacarmırsan? Sənin sərkərdəlik və idarəçilikdə fövqəladə bacarığın var. Sən yarım gün ərzində Mədayində sabitlik yarada bildin. Elə isə İraqın pərakəndə düşmüş ordusunu yenidən qura bilməmə fikri hardandır? Mədayində tam ixtiyar sahibi olduğum üçün yarım gün ərzində bunu bacardım. Çünki burada əzib keçmə üslubundan istifadə elədim. Amma imam buna icazə verməz. Niyə? Çünki bu üslubda günahsız insanların da tələf olma ehtimalı var. Boyaqçı Bəhram buna sübutdur. Amma əgər onu tutmasaydım, ərəblərin, sonra da əcəmlərin hayküyü qalxacaqdı. Doğrudur. Sənin sözündə həqiqət var, hə? İmamın Mədayində çox qalmayacağına ümid eləyirəm. Səni narahat eləyən nədir, Muxtar? Əkim və tarlam. Gözünü mənə dikənlər. Bir qoşunu yedizdirmək də az iş deyil. Kiyan,
Muxtarın önəmli məşğuliyyətlərindən biri də sənsən. Niyə sən bu vəhşi şiri, arvad uşaq, çörək, tarla və su meşəsinin zindanına salmısan? Kiyan, önəmli məşğuliyyətim sənsən? Mən sizin qulunuzam, Muxtar. Niyə çuğundur kimi qızarmısan? Mərhaba həya və təvazökarlığına. Bu sözlərlə nə demək istəyirsiniz? Kiyan, cariyə üçün mənə elçi düşüb, Muxtar. Mənim şərtim isə sənin razılığın olub. Nə fikirləşirsən Əbu İshak? Dostluğumuzun gələcəyi barədə fikirləşirəm. Deməli, yaxşı şey haqqında düşünürsən. Düzü fikirləşirdim ki, olmayan mənim dostum bacıma görə mənim ətrafımda fırlanırmış. Qəribə hisslər keçirirəm ki, ya. Cariyə mənim bacım sayılır və mənim evimdə böyüyüb. Düzdür, mənim onun boynunda atalıq haqqım var. Amma onun bütün ixtiyarı məndə deyil. Sənin bizimlə qohum olmağına şübhə ilə yanaşıram. Amma bütün bunlara baxmayaraq mənim sözüm yoxdur. Bu gecə bizə gəl və bəxtini sına. Mənim razılığım məsələnin yarısıdır. Son sözü mən deyil, cariyə özü verməlidir. Ərəb hara, əcəm ərə getmək hara. Xəcalət çəkirəm ki, ya. Dostluğumuzdan şübhələnməyəcəyinə ümidvaram. Xəcalətli düşmənin olsun Əbu İshak. Sənin məndən dostluğun şirinliyini heç nəyin apara bilmədiyi bala bənziyir. Sizlə qohum olmaq mənim üçün çox xoş olsa da, heyif ki, bu mümkün olmadı. Bu qızın ədəbsizliyi cavabsız qalmaz. Mənim ona verdiyim çörək və geyindirdiyim libas qədər də onu tənbih eləməyə haqqım var. Halaldır. Halaldır sənə Ümmü Sabit, qoynunda əcəb əqrəb böyütmüsən. Mənim hörmətim heç. Bəs qonaqpərvərlik harda qaldı? Güzələri niyə mənim başımda sındırırsan, Muxtar? Cənab Kiyan, Muxtar sizin istəyinizi mənə bildirməmişdi. Adətləri pozmamaq üçün ona başqa sual vermədim. Məqsədinizi bilsəydim, cariyəni heç olmasa bu hörmətsizlikdən çəkindirərdim. Mən də üzr istəyirəm. Mən bu cümləni ərəblərdən çox eşitmişəm, xanım. Narahat olmayın. Çobud, ədəbsiz, bədəvi. Yox, Əbu İshak, yox. Canıma and verirəm, eləmə. O gəncdir, qürurludur. And olsun Allaha. Mən elə onun qüruruna vurulmuşam. Xahiş eləyirəm, səbirli ol. Sən qarışma Kiyan. Bu qız mənim vüqar və şərəfimi ayaqlar altına atdı. Yalvarıram, xanım. Heç olmasa siz bir şey eləyin. Cariyə mənə qızım kimidir. Mən ona analıq eləmişəm. Onun üçün yetərincə döyülmək, başqa qövmdən olan bir kişi ilə bir yastığa baş qoymaqdan yaxşıdır. Hörmətsizlik eləmək istəmirəm. Siz özünüz bunları düşünməliydiniz.
Mən inana bilmirəm ki, sən İrana könüllü olaraq ilk hücum eləyən həmin kişinin oğlusan. Doğrudan da sən həmin məşhur igidin övladısan? Sonda İran qoşunundakı bir fili məhv eləyərək onun ayaqları altında qalan pəhlivan sanki sənin atan deyilmiş. Əgər sən həqiqətən onun oğlu olsaydın, indi İranlılar özlərində belə cəsarət tapmazdılar. Başından böyük sözlər danışırsan lan kör qız. Mən öz qəbiləmin böyüklüyü haqqında danışıram, Muxtar. Mən bir ərəb qızıyam. Mən böyük pəhləvan Əbu Übeyd Səqəfinin qızıyam. Deməli belə çıxır ki, sən hələ də məni qardaşın böyütdüyü kiçik bir yetim qız gözündə görürsən, Muxtar. Sən canımın ixtiyarına sahib olmaq üçün məni himayəyə almışdın. Əgər sən mənə ürək yanan qardaş olsaydın, mənə qarşı heç vaxt bu cür davranmazdın. Sən adı sanı olmayan bir İranlının ərəb adət-ənənələrini ayaqlar altına atmasına necə razı ola bildin? Bizim üstünlüyümüz qəbilə və tayfa ilə ölçülməz, biz müsəlmanıq. Bu İranlı haqqında nə bilirsən ki, dəvə kini ilə onun üstünə hücuma keçibsən? Sadə bir yox sözü ilə ona cavab verə bilərdin. O məni təhqir elədiyi üçün mən də ona təhqirlə cavab verdim. Hələ də damarlarından cahil ərəblərin qanı axır. Yaxşı qulaq as cariyə. İndiyə qədər düşünürdüm ki, halal tikə sənin vəhşi təbiyyətini dəyişə bilər. Bugündən etibarən səninlə vəhşi ərəblərin dili ilə danışacağam. Bu qədər fəxr edərək öyündüyün ərəblərin dili ilə. Sən mənim süfrəmin kənarında böyüdün. Deməli, mənim kənizimsən. İndiyə qədər də belə olub. Bilirəm, sən həmişə mənə kəniz gözü ilə baxmısan. Elə bil qardaşım yox, sahibimsən. İstədiyin vaxt, istədiyin qiymətə də məni İranlı dostuna sata bilərsən. Kiyan zövcə istəyir, əqrəb yox. Mən səni heç vaxt satmayacam. Tüklərin, dişlərin kimi rəngi ağarana qədər ərsiz qalacaqsan, ərsiz. Çox sağ ol. Belə tərbiyə verdiyin üçün təşəkkürlər. Mən onunla həm söhbət olmadım, Muxtar. O qəmgin tənhalığı sevən qızdı. Bugün diri-diri qəbirə bastırılan qızların xoşbəxt olduğundan danışırdı. Dünyaya oğlan kimi gəlməyini arzulayırdı. Dəli olacağından qorxuram. O yanlış bir eşqin dəlisi olub. Ona ürəyin yanırdısa, gərək ona yaxşı an olaydın. Sən ki insafsız deyildin, Muxtar. İmkan ver həyat yoldaşını özü seçsin. Seçsin, amma Səd İbni Əbu Vəqqasın oğlunu isə əsla. Ömər Sədin bacımın əri olmasına dözə bilmərəm. Nariyə, qürurumla oynasan, sevgimi unut. Eşitdin də? Ərəb hara, əcəmlə evlənmək hara. Əgər mənim dilimdən yox kəlməsini eşitsəydin, bəlkə də 100 yerə yozmuş olardın. İstədim ki, yox sözünü bu tərs və inatkar qızın özündən eşidəsən. Döyüş meydanında nərəsindən bir dəstənin qaçıb gizləndiyi həmin Muxtardan evində bir siçan qədər də qorxmurlar. Bundan da acınacaqlısı Əlinin şiyyəsi olan Muxtarın, Peyğəmbərin ziyankar dediyi bir kişinin qızına aşıq olmasıydı.
rüsvayçılığı 7 arkadan dönənimə kifayət eləyər. Yox Kiyan, sən yox. Sən Əlinin vəfalı şiyyəsisən. Düşüncələrinə layiq bir həyat yoldaşı axtar. Bu rüsvayçılıq mənə yetər. Hiyləgər tülk olan Ömər Səd cariyəni öz atasının ad sanına görə yoldan çıxara bilib. Əgər bu dəccalı ələ keçirtsən, başını əzəcəyəm. Afərin, əhsən! Muxtar ibn Əbu Beyd Səqəfinin qatı düşmən olan Ömər ibn Səd ibn Əbu Vəqqas Muxtar kimi gidi qəzəbləndirə bilməsi ilə fəxr etməlidir. Bu gecə bu evdə nələr baş verir? Hansı simasız xəyanətkar bu oyunu düşünüb? Mənim abrım və şərəfimlə oynamağa gəlmisən, haramzadə! Qışqırma mümin, Allah eləməmiş qarnın yırtılar. Ağsaray döyüş meydanı deyil ki, üstümüzə qılınc çəkirsən. Qoy qılıncı qınına. Mən qonaq gəlmişəm. Özün bilirsən ki, qılıncı olmayan qonağın üstünə qılınc çəkməyi kişilikdən deyil. Bu pak evi çirkaba bulaşdıran nəcisi yalnız qanla yumaq olar. Bu gecə, bu ev ikimizdən biri üçün sallaqan olacaq. İstəmirəm, hamı Ömər Səd müdafiəsiz olduğu zaman Muxtar onu öldürdü desinlər. Qurçağına bağladığın qılıncı ilə özünü müdafiə etməyinə imkan verirəm. Deməli, sənin anlayışlı insan olmağın haqqında eşitdiklərim şişirtməymiş. Zərbi, tez ol Muxtarın əmisini çağır, cəld ol. Baş üstə xanım. Bəlkə əvvəl mənim cinayətimi deyib sonra öldürəsən. Cinayətini baş daşına həkk eləyəcəm. Özünü müdafiə elə! Muxtar, mən cariyə elçi gəlmişəm, döyüşməyə yox. Cariyə elçi düşmək üçün mənim meydimin üstündən keçmək yerəydi. Səni öldürüb, cariyənin göz yaşlarını görmək istəmirəm. Nariyə ölüm ayaqlarının altında sən Muxtarı sakitləşdirə bilərsən. Qorxuram cariyə, o bu gecə çox böyük yara alıb. Alnını başına yığ Muxtar, mən məsələni mərdi-mərdanə həll eləmək istəyirəm. Mən qarşımda mərd kişi görmürəm. Əgər sən kişi olsaydın, vəfalı it kimi Ümeyyə evladlarının qapısında hürməzdin. Müaviyyə atanı öldürəndən sonra sən intiqam almaq əvəzinə Əbu Süfyan oğlunun əllərini öpməyə başladın. Atasının qanına tüpürən şəxs qarnını öz murdarı ilə doyuran heyvana bənzəyir. Xəncərini çək, leş yiyən namərd. Özünü müdafiə elə! Müdafiə elə! Unutma ki, özün istədin. Mən bu gecə xeyir niyyəti ilə bura gəlmişdim. Təəssüf ki, qarşıma şər çıxdı. Zərbən pis deyil, Muxtar. Amma mən də döyüşlər oğluyam. Bu gecə ya eşq qalasının Quduz və Divanə zindanbanına qələbə çalacam və yaxud məşuqa qovuşmaq yolunda canımı tapşıracam. Nariyəcan, nə qədər ki evin yıxılmayıb bir çarə qıl. Bu döyüşün sonunda ikimizdən birimiz matəm libası geyinəcəyik. Mən də özümü itirmişəm cariyə. İndiyə qədər Muxtarı belə qəzəbli görməmişdim. Harada batıb qaldın Zərbi? Hara getdin? Yalnız Səid bu qanlı döyüşü dayandıra bilər. Bu gecə mən İran Fatihinin oğlu olduğunu sübut edəcəm. İran Fatihinin oğlu. Əgər biraz acıq abrın varsa, o da atandan qalmadı. Atasının qələbələri ilə öyünmək hünər deyil. Özün nəyə qadirsən Əməvilərin vəfalı iti. Necə çətin vəziyyətdə olduğunu görürəm. Ey Ələvilərin xəstə eşşəyi. Zəif hərifin ötəsindən gəlmək bu qədər canfəşanlıq ki, tələb etmir.
Əl saxla əzizim. Sən hara, Ağsaray hara, Səyədin oğlu? Xeyr, iş üçün gəlmişdim. Zəncirdən buraxılmış quduz it mənim üstümə hücum çəkdi. Hansı xeyr işdən ötürü maymaq? Bura gəlmişdim. Cariyəni istəyəm. Özü eşşək olan, başqalarını da özü kimi eşşək hesab eləyir. Elçiliyə də getməyin özünə məxsus qayda və qanunları var. Ay yersiz banlayan xoruz! Sən ev sahibinin icazəsi olmadan, qapını döymədən, Peyğəmbər övladının sarayda olduğu bir gecədə bu hökumət sarayına gəlib qız istəyirsən? Bu işin harası cinayətdir? İcazəsi olmadan gəlməyimin səbəbi ev sahibinin xoş üz göstərməyəcəyini, qapını döyməməmin səbəbi isə üzümə qapını açmayacağını bildiyim üçün idi. Deyirsən bu gecə Peyğəmbər övladı bu saraydadır? Nə yaxşı, elə mən də Peyğəmbər sünnətini dirçətməyə gəlmişdim. Sən bir yerdə yanlışlığa yol vermişsən, Ömər. Biz saraya izinsiz girən hər kəsin öldürülməsinə tapşırıq vermişdik. Bəs necə olur ki, sən saraya daxil olub hələ də sağ qalırsan? Onda sağ qalmağıma görə gözəl bəxtimə borcluyam. Görürsən də, qanımı da axıdıblar. Sənin bəxtin gözəl deyil. Çox güman ki, bizim sarayın bürcləri möhkəm olmayıb. Bəlkə də qapıçını bir kisə dinar və dirhəmlə lal eləmisən. Tezliklə bu şübhəli elçiliyin pərdə arxası niyyətləri ortaya çıxar. Tutun onu! Sən ki ağıllı və təqvalı bir insan idin, cənab vali. De görün məhkəmənin hansı hökmünə görə məni məhkum eləyirsən? Hələ məhkəmə hökmü verilməyib. Sən bir neçə günlüyə sarayda olacaqsan. Cənab vali, mənim Əlioğlu üçün fəth eləyə bilmədiyim hər hansı bir bürc qalmayıb. Siz əbəs yerə məndən şübhələnirsiniz. Elə burada yanlışlığa yol vermisən. Peyğəmbər övladı mənim qonağım olduğu müddətdə Şam şeytanlarının üslubu ilə rəhbərlik eləmək niyyətindəyəm. Əgər tutarlı sübutlarım varsa, məhkəmədə eşitməyə hazıram. Bu məsələni mənə tapşırın, əmican. Onu danışdırmağa söz verirəm. Bir şərtlə, Muxtar. Onu öldürməyəcəyinə söz ver.